Hayır, herkese salamlar. Bugün Dərinə Qədər rubrikasının 25-ci ilə olan son buraxılışındayıq. Sözü həmişəki kimi verirəm Nəzrinə. Mövzunu elan edəcək. Sualları bilmirəm, sizinlə birgə öyrənəcəm. Hər kəsə salam. Bugünkü mövzumuzu belə deyim. İçimizdəki uşaqla olan bağ. Nəyə görə bu mövzunu seçdim? Çünki Aygül, sən özün də bilirsən ki, mən həyatımda bir müddət olub ki, əslində bu günümlə işləməyə çalışanda klinik psixoloqla məşğul olmuşam. Və həmin müddətdə də biz daima mənim uşaqlığıma gedirdi, uşaqlığımdan danışırdı, həm travmalar, həm necə uşaq olmuşam falan. Əslində maraqlı bir təcrübə idi sözün açığı mənim üçün. Çoxlu hisslər keçirdirdim, heç baxmadığım nöqtələrdən falan baxırdım, eləyirdim. Ə, Amma bugünkü həyatımda o dönəmdə çox da bir dəyişim hiss etmədim sözün açığı. Hı. Daha sonra meditasiyalara və sairə bütün bu yönlərə keçdim. Orada da daha çox uşaqlığıma gedirdim. Yəqin hamı bilir, uşaqlığınla danış, söhbət elə və sairə. Təbir elə uşağı belə. Əslində o da maraqlı təcrübə idi. O zamanlarda da mənim üçün çox çox belə fərqli bir şey idi bu. Hı. Amma düzü bu günümdə yenə fərq gördümü, görmədim. Amma əminəm ki, sənə Yəni baxan bugün də sən şey nəzər dəqiqləşdirək də ki, başa düşsünlər. Yəni bu günümdə fərq görmədim. Deyirsən ki, o təcrübələri eləyirdim klinik psixoloqla, meditasiya amma hal-hazırdakı halımda, indiki halımda dəyişikliklər görmürdün. Hə, düşüncə tərzlərimdə dəyişiklik görmürdüm. Hansı ki, bu gün bəyənmədiyim şeyləri daha fərqli formada yaşamağıma kömək edə bilərdi də, elə bil ki. Hə, yəni görmürdün. O düşüncəndə dəyişiklik olmurdu. Onu deyir. Olmurdu Aysə. Ona görə bir elə bil ki, mən sənin əslində biraz o metodunla ilk dəfə tanış olanda hamı kimi və onu nəzərdən keçirməyə başlayanda əslində gördüm ki, elə bil ki, o fərqinə vardım ki, daha çox mən bu günümü ancaq keçmişimdə axtarıram. Bu çox maraqlı bir məqam oldu mənim üçün. Amma bütün, yəni özün bilirsən də, psixoloqlar, hamı yəni bar-bar bağırır ki, uşaqlıq önəmlidir, uşaqla heal eləmək, sağaltmaq və sairə önəmlidir. Burada elə bil ki, biraz mənim üçün, mənim özümcə çox böyük çaxnaşmalar var. Ona görə dedim ki, gəl elə bu mövzuya da baxaq. Hı hı. İkinci Sən sualını deyim sənə ki, verim. mən bir dənə şey deyim ki, yəni hə, hamı elə bil ki, bəlli bir yol. Mən özüm də o yoldan keçmişəm. Harda ki düşünürdüm ki, uşaqlığa getmək lazımdır. Ya da məni də oralara aparmağa çalışanlar olub. Qabaq bir ki, psixoterapevtə gedəndə və mən də düşünürdüm ki, bu budur. Ta ki o sən deyirsən də sənin metodun. Bu mənim metodum deyil, yəni mənim psixoloqumun metodudur. Mən sadəcə mənim psixoloqumun metodu deyil. Məncə daha da çox insanlar artıq ayılır ki, keçmişə getməyin bir növ insana əlavə travmadan başqa heç bir şey gətirmir. Və mən ilk dəfə öz psixoterapiyamda Hı hı. qarşılaşanda ki, yəni mən bir ildir bu insanla işləyirəm, mən bir dəfə də keçmişə getməmişəm. Onda mənim gözüm açılmağa başladı ki, oh my God, yəni mən buramda, burada hal-hazırdakı özümlə işləyirəm və mən necəsə olur ki, keçmişimi də anlayıram. Başa düşürəm, travmalarımı da başa düşürəm. Heç ora getmədən anlayıram, hə, mamam bunu eləmişdi, mən atam bunu, mən belə eləmişdim, o bu olmuş. Yəni elə bir ki, çox qəribə buranı işləyirsən, keçmişin xəritəsi elə bir ki, öz özünü düzür. Hı hı. Hı -hı. Yəni bunu qeyd eləmək istəyirdim. Ə, Əslində mən sənin dediyini təxminən anlaya bilirəm. Çünki mən indi özüm də öz şəxsi yolumda bunu keçməyə çalışdığıma görə başa düşə bilirəm. Amma elə Söhbət eləyəndə də, biz sənə söhbət eləyəndə sən bir də görsən deyirsən, mamam nəsə məzə deyirəm, eləmə, mamam nə eləmə də, adi Aysə, də şey eləyirsən, sən də уже alışmısan ki, məsəl üçün mən demirəm elə. Aysə, amma mənim indi onları da əslində çünki əminəm ki, yəni əgər o yolu özün seçib və çox uzun müddət getmirsənsə, özümdən təcrübə edirəm. Yəni bu şeyləri sənin dediklərini eşitmək insana bəzi absurd gələ bilir. Necə yəni bu günümlə Hə, işləyib hə. keçmişimi Şey başa mövzudur. düşürəm. Gəl açaq bunu ki, bəlkə doğrudan da izləyənlərə şey olar. Maraqlı olar. Birinci sualımı elə bir sual seçmişəm ki, mən çox əminəm ki, səni izləyən hamı sənə bu sualı vermək istəyər. Çox əminəm. İntriqa oldum da var. İngilislər demiş straight bir dənə sualla gəlirəm sənə. Sənin fikrincə uşaqlıq travması denilən bir şey varmı ümumiyyətlə? Var. Var. Hı Uşaqlıq travması ona görə var ki, biz uşaq ikən bizim ən
belə qurban halındayıq da biz. Tam belə başdan ayağa qurbanıq. Çünki biz tamamilə bütün varlığımızla bizi nə bilim valideynimizdən nə bilim kim bizi böyüdür, o insanlardan total olaraq asılıyıq. Yəni fiziksel olaraq qurbanıq da. Hə, Duymaq fiziksel istəyirsən. olaraq da qurbanıq, amma mənəvi olaraq da. Məsələn, əgər mən hansısa, axı cürbəcür həyatlar var da, düzdür? Bəlkə mən çox, nə bilim, aqressiv, çox heç özündən fərqində olmayan bir ailəyə doğulmuşam. Orada olur məsəl üçün atası insanın çox içir və daima söyür, əl qaldırır. Anası həmin o insanla məsəl üçün qurban rolundadır, daima ağlayır. Yəni bu əlbəttə ki, mənəvi olaraq uşağa travma yaradır. Psixoloji, mənəvi travma yaradır. Var, travma var. Bəs həmin o travmalar əgər varsa, onların məsəl üçün bizim psixikamıza necə bir təsiri var? Travmanı bilsən, məsəl üçün də fikirləşdim indi ki, əgər travmanı başqa sözlə əvəz eləsək də, nə deyər? Məsələn, yaşanmışlıqlar. Bizim qəşəng sualdır. Bizim psixikamıza bu yaşanmışlıqlar necə təsir edir? Elə bil ki, məsələn, təsəvvür eləsək, bir şarik təsəvvür elə, bu sənin psixikandır. Okay. Bir şarik təsəvvür. Mhm. Ya da nə bilim bir şey təsəvvür elə, harda ki belə hansısa dərin batıqlar eləmək olur da. Və elə bil ki, o təsəvvür elə ki, psixika təmizdir, yumrudur, heç bir şey yoxdur üstündə də. Təmiz Mhm. kağızdır. Ya da kağız kimi təsəvvür elə, gəl məsəl üçün çəkin burada, bax belə bir kağızdır. Mhm. O travma dediklərimiz, o yaşanmışlıqlar məsələn. Bax belə məsəl üçün şariklər içində pizza kimi fason çəkdim də bunları. Mhm. Var, elə bir ki, psixologiyada belə bir anlayış var da, dominantlar yaranır insanın beynində. Hansı ki, dəhşət güclü emosional bir yaşanmışlıq olub. Məsələn, valideynim nəsə edib və mən onda güclü bir sarsıntı yaşamışam. Emosional olaraq güclü sarsıntı yaşamışam. Bu elə bil ki, şey kimi, məsələn, bizdə müharibədən sonra Qarabağda necə idi? Minnoy polidə bilirdin ki, məsələn, ora getmək olmaz, çünki burada ayağı oradan qoysan partlayar, buradan qoysan partlayar. Aha. Elə bir fason bir minalı bir zona yaranır. Və baxır sənin uşaqlığın necə keçibsə, kim nəsə böyümüsənsə, o zonalardan çox ola bilər. Mhm. Az ola bilər. Daha üstdən belə ola bilər, yüngül ola bilər. Daha dərin ola bilər. Başa düşdün? Bax o yaşanmışlıqlar bir növ bax bunlarla bax bu xırda dominantlar yaradır. Hansı ki onlar daima elə bil ki belə güp güp pulsasiya eləyir də belə. Onlar elə bil ki canlı bir varlıqlar kimidir orada. Daima xatırladır. Və sən onun baxır da yenə də gücündən, intensivindən, travmadan asılı olaraq və travmanı yaşayan, yaşamışlığı yaşayan insanın sinir sistemindən də asılı olaraq, o da çox vacibdir, sinir sistemində təsir edir buna. Məsəl üçün, bəzi insanlar heç ətrafında da belə gəzə bilmir də, çox ağır gəlir. Ya da təsadüfən o travmaya düşsən, toxunsan, məsələn, olur ya söhbətdə, mən səninlə danışıram, heç xəbərim yoxdur sənin belə travman var, heç xəbərim yoxdur sənin həyatından. Birdən Mhm. sən partlayırsan, başlayırsan, Hə, düzdür. və də çaşıb qalıram ki, mən nə dedim? Mən xəbərim yoxdur. Axı mən də təsadüfən bilmədən, məsəl üçün sənin bu dominant nöqtəvə, bu dominant və belə o pul mən də orada düşdüm, mina partladı. Birdən məsəl üçün nəzrin partlayır da. Ya da bəzən insanlar nə edir? Kimisə haqqında danışırsan, kimisə haqqında. Mənim xəbərim yoxdur, sənin bu travmavı da paralel olaraq sənə toxunuram. Bir də sən Mhm. başlayırsan başqasının simasında, başqalarını qoruyaraq özünü qoruyursan əslində, amma başqasının simasında. Ha, okey. Yəni Aha. bax belə bu yaşanmışlıqlar, travma dediklərimiz bax bunları yaradır. Hansı ki bütün başqa insanların dediklərinə rəğmən biz heç vaxt bunları silə bilmirik. Onun intensiv, bax bunlar ömür boyu, bax bu deşiklər var ya, ömür boyu bizimlə qalır. Ömür boyu. Biz sadəcə olan intensivliyini azalda bilirik və elə bil ki burdan, elə bil ki burada işləyərək özümüzü artıq bunlara biraz fərqli gözlə baxa bilirik. Və onlara bir növ indiki həyatımıza təsir etməməyə ə, bir hala gətirə bilərik. Haçan ki biz seçmirik ki, onları icazə verək bizim həyatımıza təsir eləsin.
Amma məsəl üçün sən deyirsən ki, tutan ki, onlar orada güp-güp eləyir də, hə? Əslində çox belə insan özünü onun yerinə qoyub düşünəndə, yəni çox qəşəng anlaya bilirsən nə demək istədim. Amma məsəl üçün belə bir şey deyil ki, tutam ki, sənin əlində məsəl üçün açıq bir yara var və o yara zoğqulduyur da, məsəl üçün düz demirəm. Normalda əslində eyni metodikadır da, yəni normalda o içəridəki uşağı sağaltmaq şey. Sən bunu sağaltmadan, axı o orada sənə mane olur. Səni yəni sən bunu sağaltmalısan da bu yaranı bir şəkildə düz demirəm bu göynəyən güppuldayan yaranı. Ə, İçimizdəki uşağı sağaltmaq deyirsən, olmur o həmişə orada qalır, yaraları, travmaları silmək olmur. Yaxşı onlarla heç mi işləməməliyik? ə, bəs mən ona görə deyirəm də insan bax travmanı yaşayır. Yaşamışlıqlar olur. Hə? Bu yaşamışlıqlardan irəli gedərək biz bəlli bir formaya gəlirik indidə. Okay. İndi Mhm. və indi təsəvvür elə ki, biraz situasiyanın absurdluğuna məsəl üçün baxaq da. Mən məsələn təsəvvür elə ki, mən 30 yaşımda ilk dəfə gəlmişəm psixoterapiyaya bütün çiynimdəki o travmalarla. Mhm. Bilirəm yaşamışlıqlarım, gəlmişəm ə, bir dəqiqə. Hə, mən də biraz upgrade istədim. Olsun. Gəlirəm psixoterapevtə və mən Mhm. artıq 30 yaşım var. İndi mən mənim terapevtim mənimlə indiki halımla işləməkdənsə ki, məsəl üçün oradakı indi sənə necə təsir edir? Bax o yaşanıb. İndi sənə necə mane olur o? Mən onlarla burada işləyəndə mən paralel olaraq, avtomatik olaraq bir növ yüngülləşdirirəm oranı. Amma mən buradakı halımı buraxıb Mhm. gəl gedək səninlə o travma da. Elə bil ki, təsəvvür elə ki, mən daima gəlirəm bura. Hər seans mən girirəm part. Hönkürdü. Ağla. Sən deyirsən, nə? Çox hisslər keçirdirdim. İstər Mhm. meditasiyada, istər insanlar biz travmalar olanda biz o qədər qapanırıq da, hisslərimiz qapanır. Mhm. Və o travmalar bizim bir növ əziz bir şeyimizə çevrilir. Biz onları çox Düzdür. qoruyuruq. O bizim üçün çox vacib bir şeyə çevrilir. Hə? Və əlbəttə ki, o terapevtin yanına getsəm, hansı ki deyir ki, hə, sənin travman, sən bunu yaşamısan, sən bunu yaşamısan. Təsəvvür et, elə bil ki, hər dəfə məni terapevt o minanın üstünə qoyur, partladır. Və orada mümkünü yoxdur ki, o sağalsın. Sən də bax o yarava qalək də. Bax sən deyirsən ki, bu güp bulur da, hə? Düzdür, sən hər dəfə təsəvvür elə, hər dəfə sən onu soyursan. Hər seansda sən onu soyursan, o sağalar. Okey. Amma məsələn mən bax maraqlıdır. Çünki məsəl üçün mən Mən ona deyirəm ki, burada уже yara var, hə? Görək bunu nə edə bilərik? Məsəl üçün bu necə oldu? Hə, düşdüm, yıxıldım, cızıldım falan filan. Hə. İndi məsəl üçün indi burada nə edək də? Nə başa düşür? Bunu leykoplastırı mı yapışdıra bilərik, krem mi yapışdıra bilərik? Buradan məsəl üçün düzəldirik və mən indi keçən dəfə nə etdim ki? İndi çalışım bunu eləməyim ki, gələn dəfə belə pis yıxılmayım məsələn. Aa, çox maraqlıdır. Niyə? Çünki mən düşünürdüm ki, yəni indi düzü yox da, yəni əvvəllər daha çox belə düşünürdüm ki, sən məsələn psixoterapevtə gedib əslində bu problemlərimin üzərində işləyəndə sən o leykoplastırı yapışdırırsan. Yox. Başa düşdün necə yəni? Ya məsəl üçün meditasiyalar edirsən, gedirsən o uşağa sarılırsan, ona elə bil ki, şəfqət göstərirsən, soruşursan nə istəyir, başa düşdün necə? Elə bil ki, o momentlərdə əslində insanda elə bir ideologiya yaranır, elə bir düşüncə yaranır ki, sanki sən o an ora leykoplaster yapışdırırsan. Mhm. Onu Amma müalicə edirsən, elə deyil. dönə eyni minaya basırsan əslində. Dönə-dönə eyni yaşanmışlığı elə bil ki, sistemindən çıxarda bilmirsən də onu. Canlı saxlayırsan, canlı tutursan o yaranı. Hmm. Okay. Elə ikinci sualım da əslində buna yaxındır. Gəl hələ ikinci sualımı da sən verim. Nəyə görə biz hamımız, yəni böyük əksəriyyət insanlar inanırıq ki, əgər biz içimizdəki uşağı sağaltsaq, bu travmalarımızdan azad olacağıq. Yəni nəyə görə böyük bu dərəcədə inanc və ehtiyac duyuruq buna ki, elə bilirik ki, əgər biz bunu eləsək, bu günümüz dəyişəcək. Niyə içimizdəki uşağı sağaltsaq bu günümüz dəyişəcək? Bu bilirsən bir növ nədir? İndidə nəzərən, indidə qalıb işləmək çox çətindir. Niyə?
Qəşəng sual verdin əslində. Bax, iki yerə bölsəm, mən Aygün, hansı ki daima gedir uşağın içindəki uşağı sağaltmağa çalışır və orada keçmişdə nə isə dəyişərək bu gününü dəyişməyə çalışır. Təsəvvür Mhm. edin. Yəni necə ola bilər axı mən keçmişə gedərək indimi dəyişim? Keçmiş olub bitib. Mən necə təsir edə bilərəm axı keçmişə? Bitmiş bir fakta necə təsir edə bilərəm? Əslində keçmişin bitmiş faktına məncə təsir eləmək deyil məqsəd məncə. Məndə. Məncə məqsəd bir sənədir. Elə bil ki, səni keçmişdə olan şeylərə azad buraxmaq içindən və yaxud da ki, onlara olan nöqteyi nəzəri Sadəcə, dəyişmək. onu sadəcə burada eləmək olur. Keçmişə o travmalara gedərək yox. Biz keçmişə travmalara gedərək onları sadəcə olaraq canlı saxlayırıq. Və indi qəşəng məqama gəldim. Mən elə bil ki, həmişə keçmişə gedib bu günümü sağaltmaq istəyəndə mən qurbanda qalıram. Niyə? Çünki mən dönə-dönə gedirəm və baxıram məni necə incitdilər, məni necə incitdilər, məni necə incitdilər. Hə? Pis insanlar və təmiz, yazıq, savunmasız mən. Mhm. Yox, mənim həyatla necə münasibətim olur da? Mən valideynimə də qəzəbli qalıram. Hələ məsəl üçün metodikalar da var da, onu cəzalandır, nə bilim, nə edə. Mən indi düşünəndə ki, mən belə şeylərə inanırdım və hətta tətbiq etməyə çalışırdım. İndi məsəl üçün mənə gülməli gəlir. Çünki orada fikir versən, biz hansı pozisiyadayıq da? Mən günahsızam. Pis insanlar məni incidib. Bu faktdır. İncidi, o travmalı olur. Heç kimin travmasına toxunmuram. Faktdır. Amma mən əgər orada o metodika ilə qalıramsa, mən orada qurbandan çıxa bilmirəm. Var günahkar insanlar hansı ki məndən üzr istəməlidir, hansı ki mən bağışlanmalıyam falan filan və mən öz gözümdə təmiz və günahsız qalıram. İndi keçək bu tərəfə. Mhm. Vardır ki, biz keçmişə getmədən işləyirik. Mhm. Deyirəm, bax, bu günü gətir. Nəzrin, sənə bu gün bu travma necə təsir edir? Və orada işləyəndə, bu gündə işləyəndə mən deyirəm ki, bəs sən bax bu var, bax bu var, bax bu var. Sən bunu eləyirsən, bunu eləyirsən. İnsan özünü necə hiss edir? Necə yəni mənəm günahkar? Düzdür. Ha? Məndə milyon dəfə olub da seansda məsəl üçün deyirəm ki, sən yerə qoyuram. Deyirəm ki, Nəzrin, çünki sən bunu belə edirsən. Ona görə sənin münasibətin məsələn bacınla belədir. O Mhm. saat klient deyir ki, hə də o vaxt mama bizi belə böyütmüşdü. Bizə həmişə deyirdi ki, belə yəni özünü birazca günahkar, birazca pis hiss edən kimi o saat dartırıq gətiririk mamanı, papanı ortaya. Qala bilmirik burada özümüzün etdiyi hərəkətlərlə. Artıq indiki formalaşmış halımızla necə ki biz davranırıq insanlarla, biz davranırıq özümüzlə, biz nə tip münasibətdəyik həyatla, insanlarla. Burada qala bilmirik. Çünki burada qalanda bizə göstərir ki, bəs sən belə edirsən indi, sənə bu mane olur əslində. O yaşadığın yox, sənin indiki bu etdiyin sənə mane olur. Boyfriendindən gözəl münasibətdə olmaq. O saat insan gedir, hə, o vaxt mamamla biz olanda belə travma yaşamışdıq. Deyirəm, nə dəxlisi var da? O ucu qaldı orada, başa düşürsən? Ona görə bax, burada olanda mən indi və burada özümlə işləyəndə, mən özümü pis bir insan kimi hiss edirəm. Keçmişə daimi gedən travmalarda işləyəndə mən yazıq və savunmasız və təmiz birisiyəm və pis insanlar var hansı ki məni incidir. Amma burada elə bir ki mən incidirəm. Mən də incidirəm başqalarını. Hmm. Amma elə bir ki, elə deyəndə, onda belə çıxır ki, biz biraz keçmiş travmalarımıza, türklərin sözü var, günah keçisi. Bilirsən o sözü, Aha. günah keçisi. Elə bir günah keçisi kimi istifadə edirik də, yox, bu gün elədiyimiz hər şeyə. Ə, Elə də deyə bilərik. Opravdaniya nədir də? Yəni özümüzü təmizə çıxartmağa çalışırıq. Mhm. Mən hansısa hərəkət edirəm, artıq bu mənəm də, hansı ki aqressivəm. Aha. O budam. Patavatsızam. Fərqi yoxdur. Və bu mənə çox mane olur insanlarla münasibət qurmaq. Aha. Mən burada deyəndə ki, bax sənin aqressiyan var, məsəl üçün gəl tanıyaq, bunu tanımalısan falan filan. O zaman deyir, o vaxt hə, yadımdadır, anam çox qışqırırdı üstümüzə. Yəni bu necə kömək eləyir? Mənim Hmm. indiki aqressiv olma. Mən gedim orada deyim ki, ay ana sən mənim üstümə qışqırırsan, aqressiv anamsa orada mənim imaginationda, xəyalımda deyir ki, bağışla məni qızım, qızım. Mən bura qayıdacağam, mən yenə aqressiv olacağam.
Məsələn, sən belə deyəndə insana o variant absurd gəlir. Bunu yanına qoyub, onu tək qoyanda bu sənə mistik, doğru, inandırıcı gəlir. Amma sənin dediyi və onun yanına elə bir paralel müqayisə kimi qoyanda baxırsan ki, o sənə absurd gəlir. Amma bunu görməyəndə o sənə tək doğru kimi gəlir də. Elə bilirsən ki, Hə. başqa yolu yoxdur. Yaxşı, amma məsəl üçün sən dediklərin daha çox belə ə, sən bir şey kimi travma sən deyəməsən, amma yüngül travmalar sayılır. O məndəki məsəl üçün daha böyük travmalar da var da. Nə bilim, məsələn deyir, nə bilim, uşaq seksual zorakılıqları və sairə məsələn məruz qalan tutan ki, ya qızlar, ya oğlanlar olur da. Məsələn, hansı ki, onların bəlkə gələcəkdə məsələn müəyyən intim həyatlarına və sairə təsir eləyə bilər, özgüvənlərinə təsir eləyə bilər. Məsələn, bunu ilə də işləmək lazım deyil o zaman. Belə böyük absurd travmalarla. Məsəl üçün necə işləyə bilərsən sən onunla keçmişə gedərək? Sən dinlə mənə. Amma mən bilmirəm. Axı mən nə Necə işləmək olar da? Yəni bu hadisə baş verib. Çox təəssüf ki, bu iyrənc hadisə baş verib. Hı. Biz sadəcə indi o hadisənin mənim həyatıma necə təsir edibsə, məni nə cür formalaşdırıbsa, mən indi bu dəqiqə onunla işləyə bilərəm. Mən gedib artıq nə evdəki, nə atadımı, babadımı, əmidir, kimmi bunu edib. Bilirsən necə dəfələrlə olub məndə seansda, haçan ki, məsəl üçün olub da insanlar gedib hesablaşmaq istəyiblər. İnsan danıb etdiyini. Adamın da lap ürəyi yəqin ki, partiya. Partlayar nədir? Partlayar nədir? Ya da gedir məsəl üçün valideynə danışır ki, babam belə eləyib, ya əmim eləyib, evdə inanmırlar. Ya da inansalar da ört-basdır eləyirlər. Yəni başa düşürsən, mənası yoxdur. Amma burada burada mən məsəl üçün həyatda özümü qurban hiss eləyirəm. Ya da dəhşət aqressiyam var keçmişə, insanlara qarşı. Necə formalaşmışamsa, indiki bu halımdan burada işləyə bilərəm, özümə kömək edə bilərəm. Amma keçmişdə o baş verən hadisəni heç cür. Çox təəssüf ki, o baş verib, amma heç cür. Amma indi mənim formalaşmağıma necə təsir edibsə və indi mənə nə cür mane olursa yaşamağa, bununla işləmək olar. Yavaş-yavaş. Hətta belə böyük, daha qlobal travmalar da belə, hə? Olar, fərqli tərzdə. Məsələn, o bəlkə insan terapiyası uzun zaman çəkəcək, uzun zaman lazım olacaq, amma olur, əlbəttə olur. Çünki sən həmişə hər zaman deyirsən, əslində, yəni mən səndən bunu dəfələrlə eşitmişəm. Deyirsən ki, məsələn, hər şey uşaqlıqdan gəlir, uşaqlıqdan formalaşır. Yəni bu faktı qəbul eləməklə travmanı mənimsəmək əslində ayrı şeylərdir, hə? Biz elə bil ki, onu bu prosesləri anlamaq vacibdir. Ki, hardan gəlir? Onsuz hər şey bir də hər şeyin ayağı uşaqlıqdan gəlir. Hamımız uşaq olmuşuq. Hı Bu -hı. prosesləri anlayırıq, qurbanda qalmaq yox, əksinə bir prosesləri anlamaq üçün ki, azad yaşaya biləsən. Hmm. Amma ona görə yox ki, günahkar tapasan ki, hə, siz belə olmasaydı, siz belə etməsəydiniz, mən indi güya başqa bir insan olacaqdım, məsələn, hipotetik olaraq. İndiki halımı bəyənmirəm, günahkarlar sizsiz, siz gərək cəzanızı çəkəsiz, ya da məndən üzr istəyəsiz, ya falan filan və insana elə gəlir ki, o qisası alsa, öcü alsa, burada başqa bir insana çevriləcək. Ən böyük ə, m, disappointment nədir? Məyusluq. Məyusluq. Məyusluq bilirsən haçan olur? Haçan ki gedirsən, öcvə alırsan, deyirsən, o insanla bir üzləşirsən, qayıdırsan həyatında heç nə dəyişmir orada, eynisən. Birdən-birə, yəni həyatın gül çiçəyə çevrilmir, azadlığa çıxmırsan, rahatlığı tapmırsan, görürsən ki, elə eyni insansan. Əslində bilirsən necədir? Sonra mən elə bil ki, həyatımda sən dediyinə yaxın hər bir təcrübədən keçmişəm və düşünürəm ki, insan daha sonra ya bu da mənim üçün çox uzun müddət aldı ki, təxminən indi düşünə bildiyim kimi düşünə bilim. Hardakı keçmişimlə işləməməyə çalışıram. Elə o anda daha yetişkin kimi davranmağa çalışanda, yəni yetişkinliklə işləyəndə əslində biraz o gedib aldığın qisasa görə də sonra peşman olursan. Ola bilirsən yəni ki, deyirsən ki, niyə nəyə lazım idi, niyə mən dedim, başa düşdün necə, yəni niyə xətrinə dəydim, başa düşdün. Situasiyadan asılı olaraq da baxır. Məncə çox zaman insan bir növ o qisasın biraz mənasızlığını anlayır. Hə.
Ya da Hə, məsələn, çox insan deyir ki, valideyni məndən üzr istəməlidir, üzr istəməlidir, üzr istəməlidir. Axı bunu da elə bil ki, bir növ o cəzalandırma pozisiyasından da ki, sən hə, məni etmisən, indi mən səni şey edəcəm, sən məndən üzr istəməlisən, sən mənə bu üzrü borclusan. Mən öz təcrübəmdən də bilirəm ki, mən özümü tanıdıqca, işlədikcə, mən başa düşürəm ki, o insanları da başa düşürəm. Məsələn, anamı da başa düşürəm. Hər şey başa düşürəm və başa düşürəm ki, kimsənin üzrünə ehtiyacım yoxdur. Mən də eyni tipdə şeylər eləyirəm də. Yəni mən də gərək üzr istəyim başqa insanlardan. Başa düşürsən? Uca ehtiyac qalmır o üzrə. Qalmır. yanlış. Anavın, atamın səndən gəlib üzr istəməyindən qalmır. Yəni bunu bəlkə də dinləyəndə indi insanlar çox çətindir anlamaq bunu. Bunu sadəcə uzun müddətli bir müddət, bir il, iki il heç olmasa terapiyada olan insan çox qəşəng anlayır. Çünki buna zaman lazımdır. Çünki biz hamımız ilk öncə o qabalı qutudayıq, subyektivliyimizdəyik. Biz hamımız qucağımızda travmaları götürüb gəlirik. Hı -hı. Hamımız alışıqdır. Sən dedin o klassik psixoanalizə ki, belə olacaq. Və o uzun müddət lazım olur. O bir heç olmasa yarım il, hardakı o perestroyka gedir insan beynində dəyişdir. Hardakı başa düşürsən ki, oh my god, həmin ora getmədən o mən yarım il elə klientə deyirəm, burada qal, burada qal, yenə gəldi keçmiş. Yəni, yarım ildən sonra o klient özü belə getmir. Özü belə getmir və özü tutur özünü deyir ki, məsələn, ay yo yo bir də yox getmirəm, getmirəm. Burada və çaq çaq elə qəşəng cavablar tapır. Özü qəşəng elə həll eləyir ki. Amma bunu o Bunu yaşamadan bilmək çox çətin bir çox şeydir. çətindir. Çox çətindir. Bir şey kimi gəlir, belki nağıl kimi gəlir. Hə. Aysə yaşamadan, təcrübə eləmədən onu bilmək çox çətin bir şeydir. Bir də ki, həqiqətən sənin bir sözün var, mən o sözü çox sevirəm. Elə bil ki, hər dəyişim biraz ölüm kimi gəlir də insana. Mən özüm o periodu keçməyə çalışanda harda ki, təbii ki, sənin də böyük dəstəyinlə, yəni elədiyimiz söhbətlər, sənin mənə yazdıqların, hər zaman mənə məsləhətlərin ki, mən də onları dinləyirəm. Mən düşünürəm ki, yəni həqiqətən də o çünki çox böyük bir period olur da o dönəm, harda ki, sən çox alışıqsan, bildin təkcə doğru, ancaq uşaqlığınla işləməkdir də. Və ondan bu günümə keçmək o qədər hər şey alt-üst eləyir. Elə bil ki, həyatını alt-üst eləyir də. O həqiqətən bax ölüm kimi hiss olunur sənin üçün. Elə bil həyatında olan hər şeyi itirirsən də. Yəni sən öz əllərindən sənə aid olan doğru bildiyin şeyləri buraxırsan. Hə. Bu çox çətindir. Məncə ən çətin hətta periodlardan biri ona dözmək, onu keçməkdir, yəni o hissəni. Hadi çünki məsəl üçün sən götürsən də özü. Sən öz travmalarına nə kimi baxırsan? O travmaların baxışım iki yerə bölünür də əslində. Haçan ki ancaq hə? Bax necə baxırdın? Hə, okay, qabaq bilsəncə elə bil ki, o mənim identification'ım nə idi? Yəni şəxsiyyətim, varlığım, şəxsiyyətim mənim, məni nəzrin deyəndə ağlıma amma iyisi ilə kötüsü ilə türklər demiş. Yəni məsələ burada ancaq travma deyil, yaxşısı ilə pisi ilə nəzrin deyəndə mənim üçün bütün doğrularım uşaqlığımdan gələnlər idi. Bax, görsən necə maraqlıdır. Deməli, məsəl üçün götürsək ki, Nəzrin bu dəqiqə 30 yaşı var, düzdür? Deməli, Nəzrin deyəndə, Nəzrin ilk ağlına gələn, onun şəxsiyyətini təyin edən, onun şəxsiyyətini təsvir edən keçmişidir. Hmm. Başa düşürsən? Və o pozisiya səni indivi yaratmağa bir növ qoymur. Hə. İndi mən kiməm? Bundan sonra mən kiməm? Bir də sənə maraqlı olmur o momentdə. Yəni o anda ki, sən məsələn uşaqlığından özünü tanımlayırsan, yəni şəxsiyyət var. Elə qoyanda heç sənə maraqlı olmur o sualı özünə vermək ki, bu gün nəzrin kimdir? Hə, çünki sən özü onsuz da şəxsiyyəti tanımlanmış kimi hiss edirsən. Ay sağ ol, hə. Hə. Amma təsəvvür elə sənin 30 yaşlı ya da 40 yaşlı şəxsiyyətin ibarətdir sənin keçmişdə yaşadıqlarından, bitən keçmişdə. Və o pozisiya qoymur görsən indidə burada qalasan. Hmm. İndiki bəs mən kimdir? Bəs yaxşı, indi mən nə edirəm? Yaxşı, mən bunu günahlandırıram, bunu günahlandırıram, bunu günahlandırıram, o pisdir, bu pis. Bəs mən nə edirəm? Hmm. Mən insanlarla necə münasibətdəyim? Mən insanlara necə davranıram? Mənim baxışlarım nədir onlara qarşı? Mən bir insan kimi kiməm? Bir də bir dənə də şey deyim, ona çox ilişib qalanda bir də insanın o yaxşı və pis var. Məsəl üçün bu mənim üçün qəbul olunandır, bu qəbul olunan deyil. Bu mənim üçün nə bilim yaxşıdır, bu pisdir, bu elədir, bu belədir.
o belə o dönəmdən qalan elə bir update yenilənmir də, hə? Yenilənmir elə bir ki o Qəşəng. fikirlər. Hə, insan yenilənmir. Çox qəşəng dedin. Əgər mənim şəxsiyyətim formalaşıb və mühürləşib, sən deyirsən də, təsvir olunur, təyin olunur, keçmişdə yaşadıqlarına, vəssalam, möhür qoyulub, bu mənəm. Və qəşəng dedin. Hə, update olmursan. Onun üçün indidən qalıb update olmursan. Özü bir ki, yeni gözlə baxa bilmirsən. Hmm. Yəni kateqoriyalar olur beynində elə bil ki, insanlarla bağlı, həyatla bağlı o kateqoriyalar elə bir uşaqlıqda necə formalaşır? Hər şey avtomatik həyatında olan insanları, hər şeyi, yetişkin həyatında həyatıma gələn hər şeyi o uşaq beyin kateqoriyalarına görə bölürsən və elə Prizmadan baxırsan, o prizmadan baxırsan, o filtrdən baxırsan. Aysən, Sən necə əsas məqam məncə burada bilsən nədir? Əgər mən həqiqətən travmalarla bu qədər asılıyamsa, məni təyin edən odursa, indiyənə kimi də, onda belə çıxır ki, mənim çıxış yolum yoxdur. Mənim dönüşmək, öz həyatımı yaşamaq kimi çıxış yolum yoxdur. Bilirsən niyə? Əgər onda günahkarlar odur və təsəvvür elə ki, mənim atam-anam yoxdursa bu dünyada. Onlardan da istədiyimi ala bilmirəmsə, onda nə? Sən mən bitdim, qaldım mən buyam. Hmm. Əgər mənim böyüməm, şəxsiyyətim, inkişafım, bu dünyada kim var oluşum, məni dünyaya gətirən və ya incidən insanlardan asılıdırsa, təsəvvür elə ki, bir oğlan məni incidib, travma Mhm. yaşadı. İndi mən 25 yaşımdan o tərəfə mən heç bir ilişki yaşamıram oğlanlarla. Hmm. Mən bir insana nə qədər güc verirəm. Yəni yaxşı, o oğlan gəlib məndən indi gərək üzr istəsin, bağışla desin, nə desin, nə etsin ki, mən indi özümü burada buraxım və gedim indi başqa insanlarla münasibət başlayım. Yox. Mən Belə burada bir ipivi verirsən o hə, insanlarla də hə. bir yer. Hə də belə çıxır ki, da sən elə bil ki, özün sahibi deyilsən. Özün üçün heç nə edə bilmirsən. O insanlar incidibsə, onlar gəlib düzəltməlidir səhvini və sən avtomatik olaraq dönüşməlisən. Bu çox rahat bir pozisiyadır da. Yəni sən heç bir əziyyət çəkmirsən, sadəcə gözləyən olursan ki, insanlar gəlsin sənə ABC eləsinlər ki, davransınlar ki, sən davam edə biləsən. Bir ki, Ya da yenə uşaq pozisiyasındasan. Necə Ayşə. uşaq ikən biz asılıydıq elə onların davranışından. İndi də elə bir ki, aslıyıq. O pozisiyada saxlayırıq özümüzü. Bir dənə də əslində bir şey mənə maraqlıdır ki, bəs nəyə görə, məsəl üçün biz tutalım ki, yetişkin yaşımıza gəlib çatırıq və məsələn, nə bilim 35, 45, 55 yaşımız var və məsəl üçün uşaqlıqda bir travma almışıq da. Məsəl üçün nə bilim, anamız sevdiyimiz bir oyuncağı kiməsə verib, məsəl üçün də və biz orada uşaq olaraq keçirdə biləcəyimiz bütün hissləri keçmişdə tərk olunma, sevilməmə, layiq olmama, nə bütün o məşhur sözlər var ya, deyilir. Yəni bəlkə də uşaq olanda doğrudan onu keçirdirsən. Amma məsəl üçün gəlirik 35, 45, 55 yaşımıza. Biz o travmanı nəvəmizə, uşağımıza, rəfiqəmizə, kiməsə danışanda onu uşaq pozisiyasından danışırıq. Yəni necə deyim, hətta bəzən insanın, ya mən özüm dəfələrlə buna şahid olmuşam ki, özümdə, başqalarında ki, səsimiz, vibe'ımız belə 5 yaşında uşağa dönür. Və orada bizim o yetişkin beynimiz hara gedir? Yaxşı sualdır. Bax, o travmaya düşəndə burada, biz bura düşəndə o yetişkin tərəf sanki yox olur. Mən elə bir Niyə? Necə olur o? şəxsiyyət dəyişdirirəm. O sən deyirsən, axı bəlli bir yaşa qədər mənim şəxsiyyətim bununla formalaşıb və mən özümü bununla təyin edirəm. Və mən bunun haqqında danışanda, mən psixikam elə bir ki, atır bura məni. Ona Aa, görə həqiqətən elə bir ki, iki fərqli insan olursan. Yetişkin insan kimi də sən travmaların haqqında danışa bilərsən. aha. Buradakı yaşadığın yaşdan da danışa bilərsən. Hə, insan elə bir ki, şəxsiyyət dəyişdirir. Həqiqətən elədir. Ağlamağa başlayır. Çox fərqli birisi olur da. Nəinki bax burada, hansı ki, artıq məsəl üçün özünlə uzun bir müddət işləyib, Mhm. anlayır, başa düşür prosesləri, özünün yaşamışlıqları vasitəsilə elə başqa insanları da anlayır, ümumən başqa insanların yaşadıklarını da anlayır, dostunun, tanışın, qohumun, nə bilim, valideynin nə tip yaşamışlıqlarını olub ki, məni, yəni o uca başqa gözlə baxır, daha yetişkin səslə. Bir də var ki, mən hə isterikalı, belə ağlayıram, uşaq kimi danışıram bunu. Hə, elə bir ki, keçid edirik. Və elə bil ki, yetişkin beynimiz tamamilə o sönür də, o pişidən söndürürlər elə bil ki. İrsə. Söndürürlər ilk müddətlər. Məncə ilk müddət. İlk müddət, əgər o, sən deyirsən, məsəl üçün bu alışdığımız analitik pozisiyadan indi qalıb burada işləməklə, o deyirsən, Aha, aha. o müddət, ilk müddət hə. İlk müddət məncə 6-8 ay bəlkə elə ola bilər. Amma Mhm. burada qaldıqca, o
daha mən görürəm, klientlərdən də görürəm, çox daha az baş verir. Demək olar ki, Yox, mən heç özünə işləməyən adamlar deyirəm ha. Yəni məsələn işləməyən o heç, özünə işləməyən heç. Axı bu pulsasiya gedir, buradan tup 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 bu gedir də, bu canlıdır, düzdür? Bu aha, travma canlıdır. Mən illərlə də, baxın, mən terapiyaya getmirəm. aha. Bu əlim burada davam eləyəcəm də danışıram. Bax, bu buradan dub, dub belə eləyir də. Mən güya həyatımı yaşayıram, amma bu mənim üçün canlıdır. Mən burada yaşamışlıqlarıma görə hirslənirəm. Başqa insanlara kimi məni bunu yaşadıblar. Mən bunu canlı tuturam, canlı tuturam. Burada da mənim üçün 45 yaşım var məsələn. Hı hı. Birdən-birdən hansısa hadisə para atır yenə məni bura. Və mən çevriləm bu insana, hansı ki burada bunu yaşayıb. Çünki mən bu barədə heç nə eləmirəm. Nə mən burada bu travmanı mənim buradakı həyatıma necə təsir edib, Hı hı. mən bundan burada heç nə eləmirəm. Mən daha elə bil ki, heç bezmirəm belə bunu canlı tutmaqdan. Bezmirəm, ay sağ ol, hə. Hə, bezmirəm. Hətta o elə yerə gəl. Əslində Özümə elə bil ki, bayraq eləmişəm bunu belə. hə, əslində bir də psixoterapevtlə uşaqlıqda işləmək də biraz təhlükəlidir. Niyə? Çünki orada elə bir biraz işləyəndə mən öz təcrübəmdən deyirəm ha bunu. İşləyəndə elə bir ki, o səni düşün uzun bir müddət sən bir terapevtlə işləyirsən və bütün bu müddət sən uşaqlığı və sən bu həqiqətən də bir addiction da bir Asıllıq. asılılıq halına çevrilir. Harda ki sən orada həm özü o qədər canlı hiss edirsən ki, artıq sən o hissləri yaşamadan bunu bu Hmm. prosesi yaşaya bilmirsən də. O qədər mənasız Tam gəlir ki. olaraq necə canlı hiss edirsən və sən deyirlər haqlısan, haqlısan, yazıqsan. Təsəvvür edin necə pozisiyada da insan haqsız, günahsız, emosional olaraq nəyisə yaşayır. Hə, amma məsəl üçün mən seanslarımda demək olar ki, kimsə ağlamır. Hirslənirəm, ağlamır. Yəni də nə qədər çox ağır bir şey olsa, bəlli bir məqamlar olur əlbəttə ki, insan ağlansır olur, amma ümumən o baş vermir də, çünki biz o quyuya girmirik. Ağlasa belə yəqin bugünkü günü ilə bağlı bir şey. Gününə ağlayır. Bugününə ağlayır. Bir dənə də sənə sual vermək istəyirəm. Bu sual artıq bizim içimizdə olan uşaqla bağlı travma ilə yox. Sırf bizim hamımızın içində bir uşaq var da, yəni bunu da hamımız bilirik, hamı bunu aydın danışır falan. Amma indi dəhşətli dərəcədə çox hər yerdə görürük. Əminəm sən də görürsən bunu. Mən də çox görürəm və buna yenə də o düşüb bunun içinə düşüb yenə də bunun üçün kifayət qədər resurs, zaman, finans ayırıb meditasiyalar və sair etmişəm bunun üçün. Ki içimizdə var olan uşağı buraxmaq, sərbəst buraxmaq, onun intuisiyasına güvənmək, onun arzularına güvənmək, arzularını follow etmək, yəni izləmək. E, Belə şeyə insan niyə ehtiyac duyur? Bu nədir vəbşə o içimizdə olan o uşağı izləmək? Gəl birinci oradan başlayaq ki, bizim içimizdə heç bir uşaq yoxdur. Bir dəqiqə, şok, şok, şok. Bu çox sən həmişə mənim sən necə gözümün qabağına gəlir ki, amma təsəvvür et ki, içində birdən belə uşaq oturub belə dizlərini büküb belə kənarda belə küsmüş bir uşaq oturub orada elə hey gözləyir ki, meditasiyalarda dedim belə ellərdə təsəvvür elə necə görsən, hər hamı bir cür belə küsmüş halda görür də. O içindəki uşağı gedirik, ona toxunuruq, onu qucaqlayırıq falan. Mən də elə etdiyim vaxtlar olur. Deyirəm də indi şey kimi baxıram ona. Uşaq yoxdur. Nəzərən, İçimizdəki uşaq adlandırdığımız məncə bu bizə nədir? O bizim yaşamışlıqlarımızdır. Bəlli bir yaşdan doğulandan bəri, nə bilim, uşaqlıq haçan qurtarır, 8-10 10 yaşında haçan qurtarırsa uşaq dediyimiz nə? O emosional yaşamışlıqlardır. Bizim içimizdə heç bir uşaq yoxdur. Biz sadəcə haçansa uşaq olmuşuq. Yəni sən məsəl üçün sən konkret olaraq nə nəzərdə tutursan deyəndə ki, bizim içimizdə uşaq var. Nə nəzərdə tutursan? Və məsələn də, məsəl üçün tutam, yaxşı, gəl sənə bir misal verim. Məsəl üçün sən bilirsən ki, mən Disneyləndə çox sevirəm də, yəni Disney World çox sevirəm. Amma Disneyləndə getməmişəm də heç bu günə qədər. Məsəl üçün o həmişə qabağıma çıxır reelslərdə falan. Məsəl üçün mənim kimi Disneyi sevən insanlar, məsələn Disneyləndə gedir və deyir ki, içimdəki uşaq çıxdı, the child is out, içimdəki uşaq çıxdı, belə oldu, içimdəki uşaq sevinir. Məsəl üçün mən onu o cürə bir şey kimi təsəvvür edirəm, başa düşdün? Ya indi sualın ikinci şeyinə gələcəm. Sən dedin Aha. ki, bu nədir də? Elə bil ki, biz insan olaraq o qədər bacarmırıq indiki yaşımızda. Hı hı. İndiki
yaşımızda tanımaq ki, kiməm, nəyəm, bu yaşımdakı halımla gülmək sevinmək. Məsələn, getdik biz səndən Disneyə. Dəli kimi orada qışqırırıq. Ürəyim gedir hərdən roller coasterlara minmək. Çünki belə orada sən belə utanmadan Adrenalin. qışqıra bilərsən. Nə qədər başqa vaxt indi qışqırsan psixuşkadan çağıracaqlar kimisə ki, aparın bu qızı. Amma orada qışqır ha qışqır da içindən keçən çıxır bütün aqressiyan. Biz elə bil ki, niyə məsəl üçün biz səndən roller coaster'a, Veselo Gorkaya minib deyə bilmirik ki, uyda bomba güldü, uyda bomba çıxdı içimizdən də bu aqressiyamız, bu energiya çıxdı. Niyə mütləq deməliyik ki, içimizdəki uşaq sevinir? Yəni mən 43 yaşımda, indi bu gün sabah 43 yaşım olacaq. 43 yaşımda Disneyə gedib sevinə bilmərəm. Niyə içimdəki uşaq sevməlidir? Mən Aygün 43 yaşında niyə sevinə bilmirəm buna? Ayda çox maraqlı nüansdır. Gəl biraz bunu danışaq. Bax, amma mən onu hiss eləmirəm də. Başa düşürəm. Mən məsələn, mən o səni necə izah edeyim Məgər bilmirəm. mütləq içimdəki uşaq sevinsin. Nəzrin 31 yaşında niyə sevinə bilmir ki? Bu xoşu gəlir. Nəzrin Disneylandda gedib Disneylandda o qorxaların 99%-nə heç bir uşaq minməz məsələn. Düzdür? Uşaq Hı. minən o yalan ding 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 olanlarda da orada da o adrenalin yoxdur, sən də bilirsən. Məsələn, mən 2 yaşlı qızımı hansı 5-6 yaşlı uşağa hansı o qorxulardır? Yəni yüngülvari olanlara da. O birislər hardasa da 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 adrenalin harda getdiyi içimizdəki uşaq sevinir. Orada sadəcə nə bilim 15 10 12 13 15 yaşdan sonra otura bilirsən də. Amma yaxşı, sən indi qorxaq. Amma bax indi, məsəl üçün mən əgər gedirəm Disneyland-ə və mən məsəl üçün Frozen-da, indi yəqin hamı biləcək. Frozen-ı görürəm və super excited, Olaf'ı görürəm, super elə bil həyecanlanıram, sevinirəm, məsəl üçün başa düşdün? Yəni mən bunu psixologik içimdəki uşaq ona sevinirdən başqa cür Başqa qiymətləndirmirəm. hə. Ya Bax başqa cür məsələn, hə, mən Frozen-a baxmışam neçə yaşımda olanda. Məsəl üçün 30 neçə yaşım idi də mən Frozen-a baxanda. Və mən bunu əsla məsəl üçün onu izləyərkən uşağımla heç bir cür içimdəki uşaqmı nəyimə əlaqələndirmirdim. Sadəcə baxıram ki, gözəl süjetdir, maraqlıdır, qəşəng mahnılardır, içində emosiyalar oyanır insanın, o nağıl, sehir falan filan və sənin beyninə həkk olunan, səni bəlli bir emosiyalar yaşadan qəhrəmanlardır. Vəssalam. sən elə bir bütün büyünü bozdun Türklər. Hə, o elə olur da, hə. Aa, okey. Amma məsəl üçün mənim indi psixikamı çox çətindir qəbul eləmək. Məsəl Fərqli üçün fərqlidir. Məsəl üçün mən Frozen-ı baxıram 6 yaşımda, 5 yaşımda, 6 yaşımda təsəvvür edin. Və indi tık fırlatdıq. Mən 30 yaşımda getdim Disneyland-a və orada Frozen-ı görürəm, başlayıram, ay sevmə, sevmə və yenə deyirəm içimdəki uşaq sevinir. hə. Yox, 30 yaşındakı mən sevinir. Çünki haçansa bu Frozen-a baxanda o emosional prosesləri yaşayıb, o sehri hiss eləyib falan filan. İndi də sevinir ki, bir növ o emosional, o vaxt emosional yaşadığı prosesi indi yadına salır. Yəni içimizdəki uşaq o bayaq dedim ilk əvvəldə uşaq yoxdur. O yaşandığımız emosiyalardır. Mən o emosiyaları xatırlayıram deyə içimdəki uşaq sevinir. Uşaq sevinmir, yoxdur içimdə uşaq. Mən uşaq utmamışam. Uziyə getsək orada uşaq görməyəcəm. Hamilə deyilsən. Ayda, bu çox maraqlı bir nüans. Məsəl üçün Kontaktda girirəm o vaxt yaşadığımdan. Uzağa getməyə nə qədər indi real paylaşırlar. Sovet vaxtında olan necə ki evlər zətlərə, nəm divarda xalçalar zətlər. Mən hər dəfə onları görəndə içim birtəhər olur. Çünki mən Sovet vaxtında doğulmuşam. Hələ birinci sinifdə Sovet vaxtı var idi da gedəndə mən. Görmüşəm bütün onların hamısını. Onlar mənim üçün doğma olan yaşanmışlıqlardır. Mənim yaşadıklarımın parçasıdır. Və mən indi artıq yoxdur o Sovet Movet heç bir şey, nə ev falan, düzdür? O dekorlar da yoxdur. Amma mən burada onu görəndə mənim burada emosiyalarım qalxır. Və mən o xatirələri xatırlayıram ki, mən uşaq ikən bunları yaşamışam, bunları görmüşəm. Amma mənim içimdəki uşaq ağlamır, mən burada ağlayıram. Aa. Başa düşmürəm. Bax, nəyə görə onda biz, məsələn də, məsələn, bunu çox reklamda eləyirlər, indi reelslarda falan çox paylaşırlar. Mən də əslində elə inananlardan biri idim. İriyəm hələ də. Nəyə görə biz məsəl üçün daha giggly nədir? Daha belə əyləncəli, daha Şıltaq. Şıltaq.
şıltaq, daha belə instinktləri ilə davranan, daha belə ə, yəni daha belə arzuları, xəyalları olan, niyə bu hissələrimizi içimizdəki uşaqla onda bağlayırıq İndi bunu? onları inkişaf edə bilmirik ona görə. Necə yəni indi inkişaf etdirə İndi bilmirik? onu, məsələn, əgər mən, bax, deyirsən, şıltaq. Mən də qızım var da, bu gün sabah 2 yaşı olacaq. Şıltaqlığını müşahidə edirəm onun. Nəzrin 30 yaşlı qadının şıltaqlığı artıq onun flörtüdür, seksuallığıdır, Hı. cilvəsidir falandır, düzdür? 2 yaşlı uşaq bunları eləsə, adam onu həkimə aparır ki, bu uşaqla nəsə nitodur, düzdür? Ya da 30 yaşlı qadın bir şıltaqlıqlar eləsə, o da elə bir ki, o da bir təri görsənir də, yəni yaşına uyğun davranmır, düzdür? Yəni sənin o təsvir etdiklərin öz yaşına uyğun formasını dəyişir. Bəs dəyişmirsə? O dəyişmirsə, onda uşaqlıqda ilişib qalıb insan. İndisində deyil, indi özünü tanımır, indi anlaya bilmir, indiki nöqtədən ya da deyirlər, əgər anlamaq istəyirsənsə, uşaq hansı karyera gedəsən, nə iş görəsən, get xatırla uşaqlıqda nəyə xoşlamısan. Ay sağ ol. Hə, bax onu da sual kimi yazmışdım sənə ki, bax niyə hələ düşünürük? Çünki bax da, çünki mən indi burada qərar verə bilmirəm. İndi mənə çətindir anlamaq mənə burada nə lazımdır. Mən burada kiməm? Mənim marağım nədir? Bacarıqlarım nədir? Hansı istiqamətə getməliyəm? Bunu burada anlaya bilmirəm deyə mənə bir seçenek qalır. Keçmişə getmək. Keçmişdən nəyisə tapıb dartıb bu günə gətirmək. Çünki buradakı halımı, burada bunu baxa bilmirəm, tapa bilmirəm, anlaya bilmirəm, tanımıram özümü. Asan yoldur, get keçmişə oradan gətir. Məsələn də mən uşaqlıqda çox da belə şeyləri etməyi sevməmişəm. Birincisi uşaqlığımı çox pis xatırlayıram. O bir. Bax, mənim kimilər neynəsin bədbəxtlər, hansı keçini Mən də xatırlayır. tərsinə çox yaxşı xatırlayıram. Hə. Ya da ki, xatırladıqlarımdan da vallah ən çox yadımda qalan, xoşladığım şey bir dənə tort bişirmək idi. Onu da bəlli bir müddət həyata keçirdim. Sonra başa düşdüm ki, yox, mən bunu karyerama çevirmək istəmirəm. Onda mən neyniyim? Mənim kitabım bağlandı. Sən bax indi biz bir saatdır harda danışırıq. Sən bir danışdığın hər şeydən mənim gəldiyim nəticə bilsən nə olur? Uşaqlığıma dirədiyin hər şey sanki tupikdir. Yəni sanki çıxılmaz bir yoldur. Hətta orada bitmiş yoldu. Bitmiş yoldu. Orada qurtarmış bitmiş yoldu. Hə. Aa, Bilsən biri var ki, mən burada başa düşmək ki, mən 43 yaşıma düz gəlmişəm az qala. Başa düşmək ki, mən sözki qərar verdim ki, mən yəqin ki, düşünürəm də həyatı bilmək olmaz, amma bundan sonra bu professiyada qalmaq istəyirəm. Məsələn, istəyirəm gedib psixoloq olmaq, psixoanalitika çevrilmək, düzdür? Amma mən bura gəlmək üçün nəzərən, mən 27 yaşımdan bəri bu yoldayam. 43 olacaq bu dəqiqə. Yəni bu sabah. Görsən nə qədər uzun yoldur. Və mən bu ərəfədə 4 professiya dəyişmişəm 25 yaşımdan bəri. Bir də var ki, mən indi gedəcəm, 3 dənə meditasiya eləyəcəm, anlayacağam keçmişdəki uşağım nə istəyirdi, çözdüm. İndi mən o işi başlayacağam eləməyə. Vso, həyatım firavan. Məndə uca asan alınacaq hər şey. Bu mənim missiyamdır. Mən tapdım içimdəki uşağı. Məni boğmuşdular, qoymadı anam məni rəsm ay sağ ol. etməyə, Hə. rəssam olmağa. Sonra götürür, başlayır belə rəsm çəkməyə başa düşür ki, məsəl üçün alım var. Ya da gərək illərlə rəssamlıq yeni kurslarının dərslərini getsin, heç olmasa ortaya bir şey çıxarda bilsin. Ortaya çıxardığından da nə bilim çox da bəyənilmir kimsə tərəfindən, satılmır və qalır yenə indi bəs nə edeyim? Aa, okey. Heç hələ fikirləşmirdim. Heç. Mən çox əmin idim ki, bizim içimizdə bir uşaq var. Və biz onu həqiqətən də niyə izləməliyik ya da niyə izləməməliyik. Amma sən o demək ki, bizim içimizdə uşaq yoxdur. Mən həqiqətən də şoka saldı. Mən bir də bilirsən nəyə Qadın qayıtdım? intuisiyası, yetişkin qadın intuisiyasının kimi necə ola bilər axı? Hmm. Uşaq ikən biz 100%, yenə Hmm. də baxır kimlə böyüyürük və hansı yaşdan söhbət gedir. Orada biz keçmişlə yüklənməmişik hələ ki və gələcəyin qorxuları yoxdur bizdə. Bax mən məsəl üçün mən qızımı müşahidə Bir daha o cümləni deyə bilərsən? edirəm ki, bəlli bir yaşda keçmişlə yüklənməmişik. Gələcəyində nə hələ ki qorxmuruq. İndidə qala bilirik.
Ona görə hamı o halı istəyir. Başa düşürsən? Mən qızımı müşahidə edirəm. Gedirik parka. İndi fevralda inşallah 2 yaşı olacaq. Məsələn, yoldaşım orada, mən orada, üçümüz də oynayırıq, danışırıq. Bir də görüm bizlə danışa-danışa yerdə məsəl üçün görür Fatma nənə nədir də Bojeqarov. Boşkarovka. Dur, Privilla Fatma nənə. Nəysə. Fatma nənə. İndi balaca Fatma nənəni, nə bilim, torpağın zadın arasında görür. İndi o Fatma nənəni götürüb oynaya-oynaya bunu sığalaya-sığalaya onun adını danışa-danışa birdən bizə belə deyir ki, Sava, yəni bayquş, bayquş. Bir də bir fikir verir ki, doğrudan bayquş səsi gəlir hardansa. Yəni Aha. sən elə ki, filtrlər təmizdir, indidədir deyə. Burada böcəyi görür, orada bayquşu eşidir. Burada mənlə atasının danışdığına nəsə kommentariy eləyir, də? Aha. Çünki burdadır. Amma o bəlli bir yaşdan sonra biz ki o keçmişin xatirəsi var, yaşanmışlıqlar, gələcəyin qorxusu var, indinin bizi narahat edəcəyi şeylər var, dərs oxumalar falan filan hamısı. Və ən əsası da bizdə elə bir ki, qiymətləndirmə yaranır da beyində. Biz bir şeyə, bayquş şey deyir, deyə bilmirik. İndi deyirik ki, yarpaqlar çiçir, oy nə gözəldir. Mütləq hansı qiymət verməliyik. Tak что uşaq baxır deyir, mama yarpaq düşdü ağacdan. Bəs salam orada qurtarır. Biz isə Biz neyinirik? yarpaq düşməyinə baxırıq, deyirik, oy nə gözəldir. Ay Allah necə sehrlidir. Ay tez çıxardım videom çünki başa düşdüm, o vurcu şeylər Ha. qatılır. Qiymətləndirmə, belə bir qiymət vermə yaranır. Ona görə uşaq da sadəcə bəlli bir məncə yaşa qədər bir növ filtrsiz təmiz qala bilir. Hardakı intuisiyası falan falan. Onlar qalan hamısı da уже başlayır o ideal obrazın yaranma ərəfələrində də, hardakı biz уже cəmiyyətə uyğunlaşmağa çalışırıq, bizi böyüdən insanlara uyğunlaşdırmağa çalışırıq. Onlar hamısı filtr üstünə ə, o intuisiya da bir növ çirklənir. Amma intuisiya varmı? Hamıda var, hə. İndi də kontaktınla girə bilərsən, bilərsən. Amma intuisiya ayrı qəşəng mövzudur, onu bəlkə ayrı danışmalıyıq. Amma bir dənə bunu qısaca soruşum sənin intuisiyana. Onda ki belə ki, bu həqiqətən səncə belədir ki, uşaqların intuisiyası yetişkinlərin intuisiyasından daha dərindir, daha yaxşıdır. Yox, daha dərin deyil. Əgər insan burada da Aha. öz hisslərinə, ətrafına fikir versə, özünə kontaktda olsa, intuisiyası çox qəşəng dərindir. Biz sadəcə fikir vermirik. O filtrlərin altında qalmışıq. Daha dərin deyil. Daha filtrsizdir, belə deyə bilərik. Daha Uşaqların hə, intuisiyası. hə, daha filtrsizdir. Bir də bir şey qayıtmaq istəyirəm orada. Sən bayaqlar dedin ki, biz uşaq kimi davranır bəzən məsəl üçün yetişkin bir qadın, ona görə ki, inkişaf eləməyib, hə? Yox, bilmir ki, indiki halıyla indi özünü tanımır. İndi başa düşmür, məsələn ki, oğlanla münasibətdə ə, özünü necə seksi hiss eləsin, məsələn. Uşaqlar necə olur? Şipşirin olur da. Uşaqlar niyə nələr eləsə biz onları bağışlayırıq. Çünki bu şipşirin şeylər. Evet. Başımıza oynasalar da şirindilər də. Ona görə hər şey keçir. Mən beynimdə bu bir xatirə kimi qalıbsa, qalır. Mən də özümə belə buzi davranıram ki, mənə elə bir ki, keçsinlər də elədiklərimi. Məni sevsinlər, sevəcən bir şey olum. Mən özümü belə sevdirməyə çalışıram. Uşaq vaxtı. Yox, böyüyəndə. Və biz onu adlandırırıq içimizdəki uşaq, hə? Yəni əgər elə davranırıqsa, biz bunu adlandırırıq ki, əslində içimizdəki uşağı Yox, ortaya çıxır. əslində mən bu xatirə var. Bu mənim bir növ indi nə kobud səslənəcək, bir manipulativ bir davranışımdır həyata qarşı. Hardakı mən həyatı belə özümü belə sevdirməyə çalışıram həyata. Çünki uşaqları hamı sevir axı musi pusi. Bir də var mən gəlirəm belə. Aha. Bir də var ki, insan burunda yaşayır, inkişaf edir yaşına uyğun. Onun intellekti güclənir, ağlı, müdrikliyi, professionallığı, şəxsiyyəti bərkiyir. O uca başqa cürə olur. O uşaq, yeniyetmə nə qədər gözəl, nə qədər şirin olsa, o bir növ bəzən normal yetişkin kişi heç vaxt istəməz də 18 yaşlı qızla münasibətdə olanda. Çünki o artıq özü də bilir ki, özünü tanıdığına görə ki, daha yetişkin qadınla olmaq necə daha maraqlıdır. Başqa səviyyədir orada. Okey, 18 yaşlı qız ondan 100 dəfə qəşəng ola bilər. Dərisi, bədəni, hər şeyi.
Cilvəsi, milvəsi, amma yetişkin qadının cilvəsi başqadır. Onun baxışı başqadır, gözünün içinin hər şey başqadır. Və bunu sadəcə yetişkin insan özünü tanımağa, yetişkin olmağa çalışan insan anlaya bilər bu fərqi. Belə 18-20 yaşlı qıza baxa bilər, hə qəşəngdir, gözəldir, yəni dəyərləndirə bilər. Amma onunla münasibətdə olmaq istəyərmi? Maraqsız gələr. Çox mənim üçün çox maraqlı oldu bu məqam. Onda belə çıxır ki, bizim kreativliyimiz, bizim o iş və cilvəmiz, bizim hamısı elə yetkin tərəfimizdədir, hə? Yəni içimizdə heç onu ortaya çıxartmağa ehtiyac duyduğumuz bir uşaq yoxdur onda. Dinləməli olduğumuz. Məncə yoxdur. Məncə yoxdur. Yox. Uşağın kreativliyi nədir? Bir ara mən bir dəfə Instagramda deyəsən paylaşmışdım da bu barədə. Uşağın axı okey kreativliyi olsun, hə, məsələn. Fantaziyası var. Amma o fantaziyanı axı həyata keçirilə biləcək sadəcə yetişkin insandır. Çünki uşaq məsələn üçün durur kalaka malaka eləyir. Bu gün istədi, eləyir. Sabah istəmədi eləmir. Ortaya heç nə çıxmayacaq. Çünki hər hansı bir kreativliyi, bax mən bilirsən nə başa düşdüm? Sən kreativlik deyəndə çox adam bunu edir. Əgər kreativlik varsa, vəsə, işim getdi, çak, 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 çak. Elə bil ki, burada qalan hər şey elə bil ki, öz-özünə olur. Amma yox, o kreativliyi, o nə bilim, ani gələn ilhamı falan filan onu yetişkin gəlir, götürür və başlayır üzərində işləməyə, 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 işləməyə. Ya da ilham gəldi, kitab yazdım. Hə, bu saat. İllərlə insan kitabı yazır. Amma bizə elə gəlir ki, kreativliyim varsa, ilhamım varsa, mən o kitabı çox-çox-çox yazacağam. Baxır. Bəzi adamlar var ki, daha çox xaricidə əslində bu tanıdığım adamlar sözünü açıq, sən də tanıyırsan. Yəni məsəl üçün doğrudan da disiplinlidirlər, doğrudan da uğurludular, milyonerdilər, həqiqətən də yetişkin işlər görürlər bu həyatda. Hə? Hətta bir çox yetişkinin görə bilməyəcəyi də, yəni o disiplin, o yetişkinliyi tələb edən işləri görürlər bu həyatda. Amma eyni zamanda da dayanmadan ona inanırlar və bunu reklam edirlər ki, məsələn içindəki uşağı izləməli. Yəni onlar onda bunun fərqində olmadan eləyirlər, belə çıxır. Mən bilmirəm sən kimlərdən danışırsan indi. Yox, məsəl üçün mən o insanların düşüncə səviyyəsinə baxıram və mən orada dərinliyi görmürəm. Yox. Sən də unudursan ki, milyoner olmaq o demək deyil ki, sən dərin və müdrik insansan. Çünki bu dünyada daha çox üst səviyyədə, səthi səviyyədə olan insanlar var. Və bu dəqiqə mən daha yüngül şeylərdən danışsam, daha speaker reellər paylaşsam, daha hype-da olanda, hamının danışdığı bu içimizdəki uşaq falan paylaşsam, mənim nə bilim bir il qabağa klient bazamda olar. Çünki biz buna inanmaq istəyirik də, inanmaq Amma istəyirik ki, bu bu bizim mövcuddur. alışdığımız şeylərdir də, bu bizim düşüncə səviyyəmizdir. Düşüncə səviyyəmiz budur. Və sən dediyin o milyoner, o bildim kimi deyirsən, onun da o followerları, ona o milyon qazandırdılar, o milyonlar insanlar o düşüncə səviyyəsindədir. Mən o insanların məsəl üçün şərhlərinə girirəm, altdakı yazanlara baxıram və ondan da görürəm ki, okey, yəni düşüncə tərzi budur. Hmm. Başa düşürsən? Yəni sənin milyonun var deyə o demək deyil ki, sən müdriksən, dərinsən. Sən prosta yəni kateqoriyan budur. Okey. O da var, nə bilim, o kod satanlar, nə bilim, şəfa falan satanlar, nə qədər insanlar var. O, 70 min, 80 min, nə qədər insan follow edir onlara. Bir dənə də sənə sual verim. Qayıtmaq istəyirəm əslində o içimizdəki uşaqdan savayı eyni zamanda içimizdə olan travma, yaşadığımız, yəni fakt, uşaq olaraq yaşadığımız travmalar. Ümumiyyətcə travmalar yox deyərdim, hətta doğrudan yaşadığımız bir uşaqlıq var, reallıqda keçdiyimiz bir dönəm. Məsəl üçün o dönəmə, o e, günlərə, Türkiyə demiş yenə də iyisi ilə kötüsü ilə hansı baxış şəkli ən sağlamdır sənə görə? Nə çoxdur, nə azdır. Yəni tamamilə ignore etməliyik, həmin dönəmin Yox, üstündən mi keçib getməliyik? yox. Tamamilə ignore eləmək o deməkdir ki, sən hisslərini ignore edirsən. Sən yaşadığın yaşanıb. Mhm. Bilirsən onu yaşanıb. Məncə yanaşma ən əsas odur ki, nə dərəcədə mən bu yaşamışlıqlara indiki mənə təsir eləməyə icazə verirəm. Okay.
Nə qədər icazə verirəm özümə onun təsirlərinin altında qalmaq və indiki həyatımı formalaşdırmaq. Hmm. Və mənə nə dərəcədə mane olur bugünkü həyatımda onunla işləməyə. Bu gün necə mənə mane olur bu? Adam yəni yaşanan yaşanıb, təəssüf ki, yaşanan yaşanıb. Özü hamı yaşayır. Yəni tək bir insan deyil də hamı bir şeylər yaşayır. Fərqli dərəcələrdə amma yaşayır. Və hamımızın formalaşmasına təsir edir. Faktmı? Fakt. Hmm. Amma onu dəyişə bilərsənmi? Yox. Heç nə dəyişə bilmərsən. Hmm. Heç nə. Amma sənin həyatına olan təsirini dəyişə bilərsən indi özündən işləyərkən. Hmm. Okay. Çünki mənim suallarım bu qədər idi. Şəxsən bir şey dedin, mən elə bir ki fikrim o an demədim, uçdu getdi. Nəysə, yaxşı, unutdum. Nə ilə bağlı idi biraz? Elbil ondan qabaq danışdığımız şeylərdə ki, sehir falan da. Onu deyəcəkdim ki, niyə deyirəm də ki, insan milyonerdəsə o demək deyil ki, super duper müdrik insandır. Hmm. Mən özümü o səviyyədə xatırlayıram. Sənin o bayaq təsvir etdiyin. Burada vроде milyonlar qazanır, aynəm nə edir, amma burada 2 dəqiqənin bir içindəki uşaqdan, sehirdən danışır. Mən özümü o halında xatırlayıram. Və mən indi o aygün olmaq əsla istəmirəm. Ya Çünki bu qədərmi pisdir? mən nəzrin pis, yaxşı, pis deyil. Sadəcə səthidir. Aa, Bəlli elə bil ki, necə deyim, belə deyək də, 9-cu sinifdə oxumaq pisdir? Yox. 9-cu sinifdə diplomu alıb məktəbdən çıxmaq pisdir? Yox. Amma sənin düşüncə tərz və həyatına, karyerava bəlli bir təsiri varmı? Var. Bir də var ki, sən 10-cunu bitirirsən, 11-cini bitirirsən, normal oxuyursansa da, onu da yalandan pulla bundan yox. Sonra universitet keçirsən, bəlkə magistraturanı keçirsən, sonra işləyirsən, bu eyni insandır. Yox. Bir də var ki, sən 9-cu sinifdə ilişib qalmısan. Mən 9-cu sinifdə ilişib qalmaq istəmədiyimi anladım, başa düşdün? Və mən indi o 9-cu sinifdə olanları görə bilirəm. Çünki özüm haçansa oradan olmuşam. Özümü tanıyıram o insanlarda. Və o aygün olmaq istəmirəm artıq. Çünki insan artıq daha dərindən bir şeyləri görəndə, anlayanda sən artıq geriyə getmək istəmirsən. 18 yaşında artıq olmaq istəmirsən. Çünki başladın ki, ağılsız idin o vaxt. Okey, daha qəşəng idin, bəlkə daha pop idin, amma indiki indiki səndəki olan şeylər yox idi da o insanda. O ay. Başa düşdün? hmm. Və insan özünü tanımağa başlamayana qədər heç vaxt o birisi insanların səviyyəsini anlaya bilmir. Çünki mən də özümü xatırlayıram o ərəfələrdə, haçan ki mən 30 samandan ayıra bilmirdim. Mən elə gördüm, bu da düz deyir, bu da düz deyir, bu da düz deyir, bu da anlaya bilmir. Amma indi baxıram, bəzən orada sən də nə qədər mənə postlar göndərirsən cürbəcür insanların, özəllə 1-2 il bundan qabaq göndərəndə mən deyirdim, yəni bu nə ya, bu nə ya? No. Amma o vaxt mən də görə bilmirdim, amma indi görürəm. Başa düşdün? Ona görə mən niyə indiki səviyyəmi o vaxtki səviyyəmə dəyişim ki? Halbuki o vaxtki paylaşımlarımda o belə qəşəng idi, insanlar gəlirdi, xoşlayırdılar, seanslarıma da gəlirdi. Çünki mən inandığım o idi, onu translyasiya eləyirdim. Amma indi artıq onu translyasiya eləmək istəmirəm. Çünki başa düşürəm ki, daha dərin, daha maraqlı, daha önəmli yerlər var. Hmm. Belə yordum səni. Yo, çox maraqlıdır bu. O həzm etməyim mənim lazımdır bu özəlliklə də ikinci hissədə danışdıqlarımızı ki, içimizdə uşaq yoxdur və s. Bu elə biraz da səni Elə bil ki, özünə. periodlarla yaşadığımız ərəfədir. Ərəfədir. Yaşamışlıqda ərəfəmizdir. Amma içimizdə yoxdur o uşaq. Var sən hal-hazırda 31 yaşında vəssalam. Və sən buna odaqlansan, keçmişə yoxdur, burdan bəs irəlidə daha nə ola bilərəm, daha nə ola bilərəm, daha necədir? Necə 5-ci sinifə gedə bilərəm? Necə nə bilim 11-ci sinifə gedə bilərəm? Necə universitetə gedə bilərəm? Necə bura odaqlansan, görsən gedirsən, limitsizsən həqiqətən. Hmm. Limitsizsən ki, bu ölənə qədər sən haralara gəlib çıxa bilərsən. Amma mən keçmişdən dartdım, gətirdim ki, mən tort bişirə bilirəm, mən rəssam olmuşam, mən uşaqlıqda nə bilim nə o heç nə vermir Yenə insana. də bayaqkı kimi tupika deyir də səni bir limitləyir səni.
Bilsən, gətirsə də belə, burada başa düşür ki, nə qədər əmək vermək lazımdır. Hə, okey, mən uşaqlıqda xoşdurdum pianino çalmağı, mama 3 sinif oxuyandan sonra çıxartdı məni. İndi gəl otur, mən cəhd eləmişəm də bir ara pianino çalmağa. Bir həftədən sonra atdım, çünki mən başa düşdüm ki, nə qədər əmək lazımdır və mən onu əməyə verməyə mən vaxtım prosta yox idi. Amma kifayət qədər də qoyurdun əmək əslində həmin Hə, vaxt. bəli, hələ recital-da elədim. Çalırdın. Da oldu, hələ qonşuları çağırmışdım. Onu da elədim. Yəni bir ki, bir növ gestalt özüm üçün biraz bağladım. Amma sonra başa düşdüm ki, oh my god, yəni bundan irəli, yəni mən 11-ci sinifə getmək istəyirəmsə, mən nə qədər oxumalıyam buna, nə qədər əmək verməliyəm. O vaxtda mən coaching işləyirdim artıq da, indiki kimi, yəni heç bir zamanım yox idi əlavə. Müəllim də tələb eləyirdi ki, az çalmısan, az eləmə. Başa düşdün? Bir ki, ha sən keçmişdən 10 dənə şey dartıb gətir. Sən onsuz da anlayacaqsan ki, bunu bəlli bir professionallığa çatdırmaq üçün indi və burada nə qədər əmək vermək lazımdır. Hmm. Amma insanlar gəl ki, uşaqlıqdan nəyisə xatırladım, gətirdimsə, indi öz-özünə olacaq. Bu barədə video çəkmişəm, yanvarda çıxacaq yəqin. Mən gözləyirəm. Belə, onda biz bitirək istəyirsən. Maraqlı oldu, sağ ol. Sən sağ ol. Aydınlatdın bizi yenə. Ümid edirəm birazca nəsə, birlikdə nəyisə düşündük. Mən də yəni çox şey ilk dəfə burada düşünürəm də, fikirləşimsə sual versən, doğrudan fikirləşirəm, düşünürəm. Hmm. Amma maraqlıdır ki, içimizdə bir uşaq var. Çıxıranda sevinəndə də ki, uşaq sevinir. Uşaq sevinmir, bəs mən deyəndə ki, uşaq sevinmir, mən sevinirəm. Necə bir hissdir? Yəni bu necə bir şey kimi hiss olunur? Bir daha bunu da soruşum gedeyim. Əslində elə bil ki, səni elə bil ki, sirkələyir, oyadır da. Məsələn, reallığa səni, o magic, o Yox, yox, uçduğun yox. Bax sən hisslər. deyirsən ki, mən roller coasterda yelləndim, qışqırdım, güldüm, sevindim. Bax sən Hmm. deyəndə ki, içimdəki uşaq sevinir falan filan necə hiss edirsən və desəndə ki, uy da necə gözəl əyləndim, sevindim, necə hiss edirsən? Fərqi nədir? Oo, wow. Özüm əyləndim deyəndə biraz elə bil ki, içimdə o judgment nədir? Ah, Günahlandırma çıxır da. Yekə qızsan, mindin, əyləndin, başa düşdün. Elə bil ki, içimdə biraz o şeylər çıxa bilər. Amma ki, içimdəki uşaq əyləndidən düşün, hə də uşaqdır, uşaq əylənməlidir də. Onu buraxmışam, onun üçün eləyirəm də. Elə bil ki, keçmişi yenə də uşağı istifadə edirsən indiki özünə burada icazə verəsən. Deməli sənin buradakı halında o daxili icazən yoxdur istədiyini eləmək. İstədiyin tərzdə eləmək. Görsən necə maraqlı şeylər çıxır, necə istifadə edirik o Hmm. içimizdəki olan olmayan uşağı. Söhbətimiz uzanacaq. Gələn ay